Salam uşaqlar. Dünya iqlim qurşaqlarının diaqramlarını izah edəcəm dərsdə. Başlayaq burada 10-cu sinifdə diaqramı izah edirəm. Bu birinci gördüyünüz diaqram ekvatorial iqlim qurşağının diaqramıdır. Ekvatorial. Bu necə bölünəcək? Yəni belə öyrənə bilərsiniz. Ekvatorial iqlim qurşağında il boyu temperatur 20 dərəcədən yüksəkdir. Görürsünüz 20 dərəcə. Qırmızı xəttdə uşaqlar temperaturu bildirir. Görürsünüz 20 dərəcədən yüksəkdir. Yağıntısa il boyu bərabər rütubətli olur. Görürsünüz ki, demək olar il boyu bərabər yağır. Buna deyəcəksiniz ekvatorial iqlim. İkinci diaqrama baxaq. Bu isə subekvatorialdır. Subekvatorial. Niyə görə? Necə biləcək? Yenə də subekvatorialda 20 dərəcədən yüksəkdir. Görürük. Və şimal yarımkürəsinin subekvatoru. Çünki iyunda temperatur daha yüksəkdir. Amma yanvar və dekabrda temperatur aşağıdır biraz. Ona görə bu şimal yarımkürəsində iyun daha isti olur. Ona görə bu şimal yarımkürəsində. Bunu birinci bildik. Birinci hansı yarımkürədə olduğunu bilmək lazımdır. Bildik ki, bu şimal yarımkürəsidir. Sonra yağışa baxırıq. Yağış hansı aylarda yağıb? İyun, iyul, avqust aylarında. Yəni şimal yarımkürəsində bu nə fəslidir? Yay fəslidir. İndi baxırıq görürük ki, 20 dərəcədən yüksəkdir. Yay fəslində yağış yağıb, yay aylarıdır. Deməli, bu hansı iqlim qurşağıdır? Diaqramda subekvator iqlim qurşağı. Buna baxaq. Burada isə uşaqlar temperatur çox soyuqdur və iyunda, deməli, birinci bilək ki, hansı yarımkürədir? Şimal yarımkürəsi. Çünki iyunda temperatur yüksəkliyi. Amma yanvar, dekabrda yenə soyuqdur. Şimal yarımkürəsidir və çox belə yüksəlmir. Demək olar 5 dərəcəyə gəlib çatır. Son dərəcəyə gəlib çatmır. Bu olacaq arktik. Arktik olacaq. İndi arktikdə demişkin subarktikdə deyim. Subarktik ona baxanda 10 dərəcəyə çatır. 10 dərəcə çatır. Və subarktikdə yayda mülayim gəldiyinə görə yayda daha çox yağış yağacaq. Qışda isə arktik gəlir, soyuq və quru. İndi subekvatoralda niyə görə daha çox yayda yağış yağar? Qışı görürsünüz ki, quraq keçir. Çünki yayda ekvatoral gəlir, isti və rütubətli olur. Qışı isə tropik gəldiyinə görə qışı olacaq isti və quru. Burada da görürük ki, qış ayları isti və qurudur, yay ayları isə rütubətli. Sonra digərinə baxaq. Mülayim dəniz. Mülayim dənizdə, Londonda temperatur mənfiyə düşmür. Niyə görə? Çünki orada Şimal Atlantik cəryanı var. Mənfiyə düşmür. Birincisi, deyək ki, bu testlərdə mülayim dəniz yazılmır da, biz özümüz müəyyənləşdirməliyik. Necə müəyyənləşdirəcək? Birinci bildik ki, şimal yarımkürəsi, çünki iyunda daha istidir. Və fikir verir, yayda da yağış yağıb, qışda da yağış yağıb. İl boyu bərabər rütubətlidir. Bu olacaq mülayim dəniz. Deyərik ki, tərifini öyrənəndə deyə bilərik ki, ekvatorialda il boyu bərabər rütubətli, amma ekvatorialda 20 dərəcədən aşağı düşmür. Burada isə 20 dərəcədən aşağı düşür. Sonra, mülayim kontinentalı necə müəyyənləşdirəcək? Yenə birinci bildik ki, şimal yarımkürəsində iyunda istidir. Bunun əsasın temperaturuna görə əzbər bilə bilərik. Gördünüz ki, -10-dan -20 dərəcə arasındadır. Deməli, bu olacaq mülayimin kontinentalı, məsələn, Moskva. Şərqi Avropa deyil, Moskvada mülayim kontinentalda yerləşir. Londonda bildiniz ki, mülayim dənizdə yerləşir. Sonra kəskin kontinental uşaqlar, bu isə temperatur fərqi yay ilə qış arasında çox fərqli olur. -20 ilə -20 arasıdır. Bunu görürsünüz, deyəcəksiniz kəskin kontinental. Mülayim musson isə, uşaqlar, mussonlarda yayda yaxşı. Bunun yay olduğunu bilməli üçün, birinci bilməliyik hansı yarımkürədir? Şimal yarımkürəsi, çünki iyunda daha istidir. Yanvar və dekabrda görürsünüz ki, mənfiyə düşür. Deməli, bu şimal yarımkürəsidir və iyun, iyul, avqustda daha çox yağış yağıb. Deməli, bu şimal yarımkürəsidir. Yay fəslində yağış yağıb. Yay fəslində yağış yağanda hansı? Nə olacaq? Mülayim musson. Deyə bilərik ki, subekvatorialda da yayda yağış yağır da, amma ki, subekvatorialda temperatur 20 dərəcədən aşağı düşmür. Amma mülayim mussonda 20 dərəcədən aşağı düşməsinə yanaşı, hətta mənfiyə də düşür. Bunda amma ortaq cəhəti yayda da yağış yağır. Bir də fərqli cəhəti ola bilər ki, cənub yarımkürəsində mussonlar yoxdur. Amma subekvatorial cənub yarımkürəsində var. Bu belə. Sonra Aral dəniz iqlim tipi. Aral dəniz iqlim tipi necə müəyyənləşdirəcək bunu? Yenə baxırıq, görürük ki, hansı yarımkürədir? Şimal yarımkürəsidir. Və hansı aylarda yağış yağıb? Yanvar və dekabr deyək ki, aylarında yağış yağır. Yəni, şimalda da bu nə fəslidir?
yanvar və dekabr, qış fəsli. Deməli, baxırıq görürük ki, qış fəslində yağış yağır. Siz də bilməlisiniz ki, Aral dəniz iqlim tipində nə vaxt yağış yağır? Qış aylarında. Çünki yayda tropik gəldiyinə görə yay isti və quru, qışda mülayim gəldiyinə görə mülayim və rütubətli olur. Deməli, bu şimal yarımkürəsinin aralığıdır. Cənub yarımkürəsinin aralığı necə olacaq? Burada mən təxmini çəkirəm. Deyək ki, 0 dərəcə. Cənub yarımkürəsində olması üçün bax bu belə olmalıdır. İyunda aşağıdadır. Yanvar və dekabrda yüksəkdir. Görürsünüz, iyunda aşağıdır. Yanvarda daha yüksəkdir. Deməli, bu hansı yarımkürədir? Deməli, bu cənub yarımkürəsidir. Bildik ki, cənub yarımkürəsidir. Çünki cənubda iyun daha temperatur aşağı olur. Yağıntını müəyyənləşdirək. Aral dəniz iqlim tipində qışda yağış yağır axı. Bu səfər cənub yarımkürəsində qış ayları iyun, iyul, avqustdur. Deməli, təxmini olaraq belə çəkirəm. Fikir verdinizsə, iyunda daha çox göstərdim, iyun, iyul, avqust. Çünki cənub yarımkürəsində bu qış aylarıdır. Bu hansı iqlim tipi olacaq? Aralıq dəniz iqlim tipi olacaq. Sonra keçək digərinə. Subtropik kontinentdə görürsünüz ki, mənfiyə düşüb, -5-dir. Sonra subtropik kontinentaldan sonra subtropik musson. Yeni yayda yağış yağır, fikir verirsiniz. Birinci bildik ki, şimal yarımkürəsidir, çünki iyunda yüksəkdir və iyun, iyul, avqust aylarında yağış yağır. İyun, iyul, avqust ayları şimalda yay fəslidir. Və görürük ki, göy sütun yayda daha çoxdur. Deməli, bu subtropik musson. Mülayim mussonla fərqi odur ki, uşaqlar, mülayim mussonda temperatur mənfiyə düşür, amma burada mənfiyə düşmür. Subekvatorialdan fərqli ondan ibarətdir ki, subekvatorialda heç 20-dən aşağı düşmür, bu şəkildədir. Burada isə 20-dən aşağı düşür, amma mənfiyə düşmür. Bu oldu subtropik musson və cənub yarımkürəsində musson yoxdur. Subtropikin il boyu bərabər rütubətli paylanan iqlim tipi bu şimal yarımkürəsində olmur, yalnız cənub yarımkürəsində olur və görürsünüz ki, qırmızı xətt iyunda aşağıdadır. Amma yanvarda isə daha yüksəkdir. Deməli, bu hansı yarımkürədir ki, iyun daha soyuqdur temperatur? Deməli, cənub yarımkürəsidir. Yəni, bir növ belə U şəklindədirsə, deməli, bu cənub yarımkürəsidir. Bu da subtropikin bərabər rütubətlənməsini deyəcəksiniz. Sonra burada yenə subtropikin bərabər rütubətlənməsidir. Cənub yarımkürəsidir U şəklində. Bu da tropikdir. Çünki niyə görə tropikdirəm? Yəni, mənfiyə də düşmür. Yağış da görürsünüz, çox az yağır. Gələk bu aya, uşaqlar, gəlin bu oxuyaq. Yazmayıb burada özdə hansı iqlim qurşağıdır. Deməli, iyunda düşüb aşağıya temperatur və yüksəkdir. 20 dərəcə və 20 dərəcədən az qədər düşüb. İyunda temperatur aşağıdır. Yanvarda temperatur daha yüksəkdir. Deməli, bu cənub yarımkürəsidir. Bildik ki, cənub yarımkürəsidir. Və nə vaxt yağış yağır? Ən çox yanvarda və dekabrda. Cənub yarımkürəsində yanvar və dekabr yay fəslidir. İndi 20 dərəcədə yaxın və 20 dərəcədən az qədər düşür və yayda yağış yağan hansı iqlim qurşağıdır? Subekvatorial idi. Və bu hansı yarımkürənin cənubun subekvatorialı? Məsəl üçün, deyək ki, 4. Cənub subekvatorialdır. Bu isə bayaqlar yuxarıda göstərdim ki, şimalın subekvatorialıdır, 20 dərəcədən aşağı düşmür, iyun, iyul, avqustda yağış yağır, məsələn, 1-i deyə bilərik. Belə.